müdafiə etdiyim, bugün hüquqlarını müdafiə etdiyim Kərimo Teymurla bağlı verilmiş apellyasiya şikayətinə baxıldı. Teymur hədə qorxu ilə pul tələb etmə və məlumatların rüsvedici məlumatların yayılması maddəsi ilə ittiham olunur. İlk növbədə ondan biz vəsadət verilmişdik. İstər məhkəmə hökmü, istərsə də protokollar dəhşət dərəcədə saxtalaşdırılıb və o vəsadət verildi. Biz baxış keçirdik, lakin birinci instansiya məhkəməsi qeyd etdi ki, ölkə saxtalaşdırma heç nə olmayıb və bununla bağlı biz vəsadət verdik ki, həmin aidiyyə məhkəmə zalında qulaq asın birinci instansiya. Təbii ki, tələb edilmədi. Teymurun əvvəl ilk gündən deyib ki, onun məhz jurnalist fəaliyyəti ilə bağlı həbs olunub. Elə onunla açıq görünən odur ki, iki dənə bir-birini tanınmayan zərər çəkən şəxslər eyni vaxtda, eyni idarəyə gəlib şəhid ediblər ki, Teymur onlardan pul istəyir. Hansı ki, bu absürdür da, mümkün deyil ki, çox çətin məsələdir ki, belə bu boyda təsadüfün olması. Digər tərəfdən, istər Ali Məhkəmənin plenum qərarında, istər Konstitusiya Məhkəməsinin plenum qərarında, istər Cəza Məcəlləsində açıq-aydın yazılıb ki, məlumatları yayma. Və orada hökmdür ki, məlumatları pozmağa görə pul istəyib. Hətta pul istəyibsə belə, pozmağa görə cinayət məsuliyyəti yoxdur. Və sadəcə insana, sadəcə jurnalist fəaliyyətinə əlaqədar olaraq həbs ediblər. 8 azaddan məhrum edilmişdi, 1 il azaddılar. Belə deyəm, buna da şükür. Nə ilə bilərik? Sağ olun, diqqət sayıram. Ali Məhkəməyə müraciət edəcəksiniz. Və təbii Ali Məhkəməyə müraciət edəcək. Bununla bağlı əffə müraciət olunacaqmı? Biz vəkillərlə müraciət etməmişəm. Mən bilən Teymur da müraciət etməyib və Azərbaycan praktikasında siyasilərin böyük əksəriyyəti müraciət edilmir, lakin onlar əfv olunurlar. Həyat yoldaşının durumu ilə bağlı Teymur Kərimov məhkəməyə sənədlər təqdim etdi. Lakin məhkəmə təbii məncə nəzərə almadı. Gələcəkdə onunla bağlı ayrıca bizim müraciətimiz olacaq. İnşallah. Sağ olun. Təşəkkür edirəm. Sağ olun. Nasılsın? Çox sağ ol. Buyur, buyur. Buyurun. Təbii ki, ictimaiyyət nümayəndələri kimi, hüquq müdafiəçisi kimi Teymur Kərimovun ictimai dəstəyini təşkil etmək məqsədi ilə ona mənəvi dəstək olmaq məqsədi ilə buradayıq. Dəfələrlə Teymur Kərimova dəfələrlə mən onun işi ilə bağlı çıxışlar eləmişəm, mövqeyimi bildirmişəm. Teymur Kərimov təbii ki, siyasi mülahizələr, siyasi göstərişlər, sifarişlər əsasında həbs olunmuş bir şəxsdir. Birbaşa jurnalist fəaliyyəti ilə əlaqədar həbs olunmuş bir şəxsdir. Ona görə jurnalist fəaliyyəti ilə əlaqədar həbs olunmuş Azərbaycanda indi jurnalistika fəaliyyəti ilə məşğul olan bütün insanlar gözünə düşmən sifətində görünür, düşmən qismində görünürlər. İnsanların ölkədə baş verən naqisliklər, çatışmazlıqlar, özbaşınalıqlar, rüşvət, korrupsiya, monopoliya və digər özbaşınalıqlar, məmurların özbaşılığı haqqında məlumat yayan, məlumatı ictimailəşdirən insanlar hamısı bu hakimiyyətin, Əliyevlər hakimiyyətinin düşmənidir. Ona görə də bunların hamısı içəridədir. Baxın, görün, içəridə indi artıq 40-a yaxın jurnalist həbsdədir Azərbaycanda. 40-a yaxın jurnalist həbsdədir və onlardan biri də Teymur Kərimovdur. Teymur Kərimovun işində də görünür ki, bütün faktlar, dəlillər göstərir ki, bu adamın o hədə-qorxu yolu ilə tələb etmə maddəsinə heç bir aidiyyəti yoxdur. Bu adam bütün bu çıxış eləyən, hardasa deyək ki, o
ziyan çəkən, zərər çəkən qismində olan adam da deyir ki, mənim Teymur Kərimova heç bir qəpik də pul verməmişəm. Mən Teymur Kərimovu qismdə insan kimi tanımıram, görməmişəm. Məndən pul tələb eləməyib. Amma Teymur Kərimov içərdədir. Məsələ buradadır ki, bütün o başqa adamlar, Teymur Kərimov orada məhkəmədə də dedi, əvvəl də demişdi məsələni ki, nətər olur ki, bu təsdiq olunur, öz dili ilə deyir ki, nə olar ki, haradasa jurnalist olanda, falan olanda, deyir ki, mən filan kəsdən pul almışam və filan kəsdən pul alan adam çöldədir. Aidiyyəti olmayan adam Teymur Kərimov içərdədir. Bu nətər olur, bu nətər ədalətdir, bu nətər hüquqdur, bu nətər məhkəmədir. Sadəcə olaraq sifariş verilir Teymur Kərimovun tutulmasına. Teymur Kərimov ona görə ki, harada qaynar nöqtələr vardırsa birinci, məsələn, sizlər də olmuşsunuz o xətlərdə. Harada qaynar nöqtələr olursa birbaşa anında, momentində, hər bir vaxtından ötürməmiş həmin o qaynar nöqtədə olur. Və o məsələləri hamısını ictimailəşdirən bir adamdır. Ona görə içərdədir. Təsəvvür eləyin. Deməli, 2 jurnalist olub. Tərtər faciəsinin törədiləndə ki, o valideynlər hətta, valideynlər qorxanda, özünün övladının qəbri üstünə getməyə qorxanda Teymur Kərimov orada çəkiliş aparıb. Söyüdlü hadisələrində onun geniş ictimailəşdirilməsi, işıqlandırılması məsələsində Teymur Kərimovun xüsusi xidmətləri var və ona görə də bu cinayətləri törədənlər kimləridir? Bu cinayətləri törədənlər bu hakimiyyətin nümayəndələri idi. İlham Əliyevin əmri ilə, fərmanı ilə təyin olunan adamlar idi bu cinayəti törədənlər və ona görə Teymur Kərimov bu məsələləri işıqlandırdığına görə Teymur Kərimov bugün içərdədir. Teymur Kərimov birbaşa vicdan məsbusudur, siyasi motivlərin həbs olunub. Ona görə də həbsdən azad edilməlidir. Təəssüf ki, Azərbaycanda hakim deyilən bir şey qalmayıb, məhkəmə deyilən bir şey yoxdur. Adicə bir notariat orqanı kimi yuxarıdan gələn sifarişləri təsdiq eləyən, onu möhür vuran, imza eləyən bir orqan kimi fəaliyyət göstərməkdədir. Bu məhkəmənin də Teymur Kərimov haqqında hər hansı bir bəraət hökmü çıxartmağa hər hansı bir səlahiyyəti, rəsmi olaraq səlahiyyəti var, faktiki olaraq səlahiyyəti yoxdur. O səlahiyyət yalnız Azərbaycanda, o qərar vermək səlahiyyəti, hökmü vermək səlahiyyəti yalnız Azərbaycan Respublikası prezident aparatındadır. Birbaşa qərarlar oradan verilir, Teymur Kərimovun qərarı oradan verilir. Və ona görə də bugünkü məhkəmənin nəticəsi birbaşa Azərbaycan Respublikasının hakimiyyətinin qərarıdır, məhkəmənin qərarıdır. Bütün siyasi məhbuslara azadlığı verir. Teymur Kərimovun bugünkü prosesindən danışmaq lazımdırsa, valla açığı mən bilmirəm nə danışmaq. Çünki bu haqda dəfələrlə danışılır və deyilib ki, bütün bu jurnalist işləri, jurnalistlərin üstündə qurulan bu proseslər hamısı mediaya olan hücumla bağlıdır. Burada durub ayrı-ayrılıqda deyək, Abzas Media, Toplum TV haqqında danışmaq, Əziz haqqında danışmaq, Əziz Orucov haqqında danışmaq, Teymur haqqında danışmaq biraz mənə elə gəlir ki, vaxt itkisidir. Çünki ayrı-ayrı hallarda və hamısında həddən artıq absurd, həddən artıq heç bir hüquqi çərçivəyə sığmayan ittihamlar verilir. Bu ittihamlar alt-üst olunur. Teymur Kərimovun işindəki kimi. Şikayət verən adamlar şikayətini geri götürür. Deyirlər ki, belə bir şikayət yoxdur, belə bir hadisə olmayıb. Pul necə daxil olub, hardan daxil olub bilinmir. Kimlər ki, gedib kimdənsə pul alıb, neyniyib, para göndərib bilinmir. Sadəcə bilirsiniz, bu işlərdə həddən artıq çətindir burada hüquqi cəhətdən danışmaq. Bunlar hamısı media olan baskılardır və qısası siyasi iradə ilə aradan götürülməlidir. Bunlar hansısa məhkəmələrlə, hətta məhkəmələr, ədalətli məhkəmələr olsa belə, mən inanmıram ki, həmən bu baskılar dayandırırlar. Ona görə ki, siyasi iradə həddən artıq güclü gəlir, göstəriş konkret verilir və bu konkret göstərişlə də
Allah yerdə qalan jurnalistləri qorusun, medianı qorusun.